Vişnyovkada, Alballıqda yenilik. Mərdəkan evlərindən, hörmətli izləyicilər. 3 sotun içində Vişnyovkada belə xudmani evlər modern stildə olmur da. Demək olar ki, 0 dərəcə. Düz yolun üstündədir. Baba, maşınla girdin, bir dənə çəkmə. Avtomobillə girdin, düz girirsən həyətə. 2 dənə maşın həyətinə rahat şəkildə daxil ola bilir. Vişnyovkada yox, Alballıqda, Bilgək istiqamətində, taksimatorlu tərəfdə. Modern stildə, hörmətli izləyicilər, bir də xatırladıram. Yəni, bugünkü gün Vişnyovkada, bağlıya, papultla idarə olunan qapı olmur. Yoxdur, axtarmayın belə xudmani. 195.000 manata paket kupça. Yəni, ipotekaya da yararlıdır. Otaqlar hamısı gelir, 122 kvadrat, bax, basenlə bax, hovuzdur. Çıxdın oradan, verirsən özü promoy bura. Həyətimiz, deməli, burada bilirsiniz də, Vişnyovkada, yəni Albalı, su problemdir, yəni quyudur. Vasnavnon, 90% quyudur. Burada, gəl bura. Su xətti də var. Yəni olmur. İçərilərə girmirsən. Promoy yoldan fırlanıb girirsən həyət var. Nə istəyirsən? Gül çiçək də bura əkilib. Otaqlardakı həkim xalatı kimi ağappaq. Deməli, evimizin, hörmətli izləyicilər, böyük hissəsindən, orada arxada sanuzeli var. İsitmə sistemi kombin. Sanuzeli oradadır. Otaqlarla tanış olacaq. Deyirəm də sizə, ev ağappaq, həkim xalatı kimidir. Buyur. Ağappaq, həkim xalatı kimi. Hamısı ağ. Bura, hörmətli izləyicilər, qonaq otağımızdır. Görün, nə qəşəngdir, nə gözəldir. Bura bir dənə uqlavoy divan, TV stand, divan oraya, bir dənə uqlavoy sinə çıxdıq, bax, qonaq otağımız. Ən balaca otağı vurğuluyuram. Bu detskidir, 9 kvadrat metrdir, vəssalam. 9 kvadratdır bu otaq. Çılçıraq, pərdə, hər şey. İnterneti var idi, kamera sistemi var idi. Geniş ölçüdə sanuzeli. Bu ikinci yataq otağı. Buyurun. Bu da üçüncü yataq otağı. Evimiz istipoldur, istipolun kollektorları. Qapılar da ağlı. Mətbəxinə baxaq bir dənə. Bu da evimizin mətbəxidir. Kuxnyası, kuxna mebeldə yığılıb. Təzə, tərtəmiz. Aşağı yeri olacaqdır. Açım, açım bir dənə. Bir dəqiqə. Elə buradan çıxaq. Gəl. Mətbəxdən də və əsas giriş qapısı. Nətərdir siz üçün? Gəlin, gözləyirik. Bugünə bu qədər sağ olun, minnətlərim. Mən də gördüm.